Hər vaxtınız xeyir əziz şagirdlər. Mən Rüstəm müəllim. Bu gün əvvəlki illərin buraxılış imtahanlarında düşən belə bir imtahan sualı ilə qarşınızdayam. Sualımız belədir ki, verilən kəsri ixtisardan sonra x bölünsün y kəsri alınır. Tam ixtisardan sonra əkobü x üstü 5, y üstü 5, 7 üstü 10-dur və həmin ədədlərin cəmini istəyir. Hər biri də natural ədədlərə daxildir. Əgər biz nə bilirik? Kəsr tam ixtisar olunubsa, sürət və məxrəc qarşılıqlı sadə ədədlər alınır. Qarşılığı sadədirsə, əkobü da onların hasilini verəcək. Və qarşılığı sadə ədədlərin istənilən dərəcədən bir qüvvəti də yenə qarşılığı sadə olur. Onda x üstü 5 ilə y üstü 5'imiz də qarşılığı sadədir. Bu bizə x bölünsün y verir ixtisardan sonra. Onda x üstü 5 vurulsun y üstü 5'imiz də 7 üstü 10 olacaq. Buradan x üstü 5 bərabərdir 7'nin kvadratı üstü 5 şəklində yazaq. Onda x y bərabərdir 7'nin kvadratı. X y bərabərdir 49. Hansı iki ədədin hasili 49 olur? Natural ədəddən söhbət gedir. Ya 1-dir, ya da ki 49-dur. Bir də 7 ola bilər. Bunu 7 götürə bilmərik. Nəyə görə? Çünki x y qarşılığı sadə ədəddir. Ona görə də biz x-i 1, y-i 49 və yaxud da əksini də götürə bilərik. X-i 49, y-i 1 götürə bilərik. Buradan x, y tezəmin istədiyi üçün buradan t üzərinə gəl 2 bölünsün. 100 t üzərinə gəl 47-ni bərabərləşdirərik 49-da 1-ə. Onda bunu da vurub açanda 100 t üzərinə gəl 47 bərabərdir 49 t üzərinə gəl 98 tənasibi vururuq. 51 t bərabərdir 51 alınır, t'miz də 1-dir. Demək bizdən bunların cəmini istəyirdi. X üzərinə y üzərinə z o da bərabərdir 51 olacaq.